İllərdir həsrətini çəkdiyimiz torpaqlar indi azaddır. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa quruculuq işləri sürətlə davam edir. İlkin mərhələdə Ağdamın Xıdırlı kəndində 719, Sarıcalıda 203, Kəngərlidə isə 292 fərdi evin tikilməsi ilə yanaşı, burada bir sıra yaşayış və infrastruktur obyektləri də tikilib. Artıq Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndləri öz sakinlərini qarşılamaq üçün tam hazırdır. Keçmişin izlərini silən, gələcəyə ümidlə baxan Ağdama ilk köç başlayır. Belə ki, burada məktəblər, bağçalar, emalatxanalar, sağlamlıq mərkəzləri, klub icma mərkəzləri, eləcə də çox funksiyalı binalar və digər infrastruktur obyektlərinin tikintisi də tamamlanır. Onu da nəzərinizə çatdırım ki, Kəngərlidə 480 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçası, Sarıcalıda 360 şagird yerlik məktəb və 100 yerlik uşaq bağçası, eləcə də Xıdırlıda 528 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçası tikilir. Onu da bildirək ki, Xıdırlıda tikilən məktəb qardaş dost Qırğızstan Respublikası tərəfindən tikilməkdədir. Qurum rəsmisinin sözlərinə görə, bu ilin sentyabr-oktyabr ayları ərzində Ağdamda tikilən ikinci yaşayış məhəlləsinə ailələrin köçü nəzərdə tutulur. Burada artıq 1268 mənzilin tikintisi davam etməkdədir. Mənzillərin və binaların tikintisində həm müasir memarlıq həllərindən, eləcə də tarixi naxış və ornamentlərdən istifadə olunur buralarda və bu binalarda böyük yaşıllıq mərkəzinin yaradılması da nəzərdə tutulur. Ümumiyyətlə, bu ilin sonunadək Ağdama 10 minə yaxın əhalinin köçürülməsi planlaşdırılır. 2026-cı ildə isə Ağdamda digər 4 yaşayış məhəlləsində artıq tikinti işlərinin yekunlaşması və bura yenidən əhalinin köçürülməsi planlaşdırılır ki, bununla da 2026-cı ildə Ağdamda 20 mindən çox əhalinin məskunlaşması da planlaşdırılır. Həmçinin Füzulinin 2-ci və 3-cü yaşayış məhəllələrində də layihələndirmə işləri aparılır. Füzulidə mərkəzi park salınır, Zəfər və İşğal muzeylərinin layihələndirmə işləri davam edir. Bundan əlavə, Füzulinin ağıllı kənd layihəsi olaraq icra olunacaq Dövlətyarlı kəndində də tikinti işlərinə başlanılıb. Qeyd edək ki, Füzulinin mərkəzində artıq 823 ailə, 3000-dən çox əhali məskunlaşıb.